Bismillahirrahmanirrahim. Bugün may ayının 28-i 2025-ci il Azərbaycan Cümhuriyyətinin təsis olunduğu gündür. Mən bu münasibətlə bir daha Azərbaycan xalqına təbrik edirəm. Həm müstəqillik günü ilə bağlı, həm ölkədə baş verən ictimai-siyasi proseslərlə əlaqədar, eyni zamanda dünyada və regionda baş verən proseslərlə əlaqədar ölkə və dünya gündəmi olduqca rəngarəngdir. Bu rəngarəngliyin içində mənim diqqətimi bəzi mövzular təbii ki, cəlb edir. Onlardan biri də müstəqillik günü ilə bağlı ünvanlanan təbriklərdir. Əlbəttə ki, həm başqa ölkələrin dövlət və hökumət başçıları, eyni zamanda daxildən müəyyən təbriklər ünvanlanır. Facebook sosial şəbəkəsində İqbal Ağazadə adlı bir şəxsin deməli təbrikini mən oxudum. Biraz oradakı bəzi cümlələr həqiqətən bu videonu hazırlamağa səbəb oldu. Qeyd edim ki, bir neçə gün bundan əvvəl İqbal Ağazadə Elşad Mirini dəstəkləməklə gündəmə gəlmişdi. Elşad Miri bilirsiniz ki, Quranda ümumiyyətlə hədis inkarçısıdır. Yeni bir cərəyan yaranıb, dini siyasi cərəyan yaranıb. Bu cərəyanın əsas aparıcı üzvlərindəndir və həm də Türkiyədə uzun illər həbs cəzası alan Harun Yahya kimi əvvəl tanınırdı. Oqtar adından səhv etmirəmsə, onun deməli Azərbaycan təmsilçiliyini edirdi. İndi də Azərbaycanda ictimai və dini deməli sahədə ciddi yanlış təbliğatla məşğul olaraq insanların düşüncəsində dinlə bağlı şübhələr yaratmaqla məşğuldur. İqbal Ağazadə də belə bir şəxsi müdafiə etməklə əslində özünü gündəmdə saxlamağa cəhd edirdi. İqbal Ağazadə 2000-ci illərdə, konkret olaraq 2000-ci ildə Milli Məclisdə təmsil olunur, bir neçə dəfə Milli Məclisdə deputat kimi təmsil olunub və 2000-ci illərin əvvəllərindən, daha doğrusu konkret olaraq 2008-ci ilə qədər JAP hakimiyyətinə müxalifət olduğunu iddia edib, müəyyən deməli hakimiyyət əleyhinə bəzi çıxışları və s. bununla bu mövqeyini ortaya qoyub. Ondan sonra isə İqbal Ağazadə hakimiyyəti üç səviyyədə müdafiə etməklə məşğul olub. Bunu siyasətlə məşğul olanlar, gündəlik qəzet oxuyanlar, mətbuata baxanlar və indi də sosial şəbəkələri izləyənlər bunu açıq şəkildə bilirlər. İqbal Ağazadənin mövqeyi nədən ibarətdir? Hətta onu da deyim ki, İqbal Ağazadə deməli bir dəfə Azərbaycan hakimiyyətinin kiçik bir məmurunu tənqid edirdisə və edirsə, 5 dəfə siyasi cəbhədə dayanan partiya rəhbərlərinə açıq hücum edərək onları tənqid edib gözdən salmağa çalışırdı. Bu İqbal Ağazadənin əsas fəaliyyəti məhz bundan ibarətdir. Sonraki dövrlərdə biz gördük ki, İqbal Ağazadə Tərtər qətliamında keçmiş hərbi prokuror Xanlar Vəliyevi açıq şəkildə müdafiə etdi və bilirsiniz ki, 2017-ci ildə baş verən həmən o Tərtər hadisəsi çox acınacaqlı və Azərbaycan hakimiyyətinin adına yazılan çox böyük, silinməsi mümkün olmayan bir ləkədir. Məhz bu hadisəyə görə Azərbaycan hakimiyyəti istefa verib getməli idi və indi də gec deyil. Məhz bu hadisə bəs edir ki, Tərtər hadisəsi bəs edir ki, Azərbaycan hakimiyyəti istefa verib getsin. Çox təəssüflər olsun ki, İqbal Ağazadə xalqın başına gətirilən, xalqın hərbiçilərini, əsgərlərini, balalarını o cür işgəncələrə məruz qoyan bir komandanın, hakimiyyətin Xanlar Vəliyevin müdafiəçisinə çevrildi. Canı dinlən özünü sipər elədi və bu hakimiyyətin o dövr, deməli, o mövqeyini dəstəklədi. Bu günə qədər də mən səhv etmirəmsə, İqbal Ağazadə həmən mövqeyindən geri çəkilməyib
və hakimiyyətin və xüsusən Xanlar Vəliyevin deməli Xanlar Vəliyevin yolunda edə bilməyəcəyi nəsə yoxdur düşüncəsindəyəm. 2020-ci ildən sonraki dövrlərə baxanda isə görürük ki, o vaxta qədər İqbal Ağazadə gizlin şəkildə və yaxud da pərdəli formada hakimiyyəti təbliğ edirdisə, ondan sonra Qarabağ, 44 günlük Qarabağ savaşı böyük bir bəhanəyə çevrildi və İqbal Ağazadə açıq şəkildə İlham Əliyevin dəstəkçisi olduğunu bəyan etdi və İlham Əliyevi özünün qəhrəmanı hesab elədi. Yəni, bu gün də İlham Əliyev İqbal Ağazadənin qəhrəmanıdır. Əziz izləyicilər, bu xronologiyanı mən niyə səsləndirdim və demək istədiyim nədən ibarətdir? Bunları ona görə deyirəm ki, biz İqbal Ağazadə haqqında ilkin olaraq bir təəssüratımız yaransın ki, bu adam kimdir, nə işlərlə məşğul olur və indiki mövqeyi nədən ibarətdir. Və bu adam Ümid adında bir 2000-ci ildə digər bir partiyadan bölünərək Ümid adında bir partiya təsis edib və bu günə qədər də o partiyanın fəaliyyəti var. Əlbəttə, dediyim kimi, hakimiyyətə gedək partiyası kimi qiymətləndirilir bu partiya və İqbal Ağazadə müstəqillik günü ilə bağlı səsləndirdiyi deməli təbrikdə, yəni paylaşdığı postda həqiqətən mənim diqqətimi çəkən məsələ bundan ibarət oldu ki, bu qədər hadisələr baş verir, bu qədər yanlış mövqedə olur, bu qədər bu hakimiyyətin dərmanına su tökməyinə baxmayaraq, yenə də bir çox məsələlərdə xalqı qınayır və xalqı deməli, hələ bundan sonra da illərlə səbirli olmağa səsləyir, gözümlü olmağa səsləyir. Çünki bu cür siyasətçilər, bu cür insanlar, mən dırnaqarası deyirəm, çünki onu heç siyasətçilər kimi qəbul eləmirəm, dırnaqarası deyirəm, bu cür insanlar əslində bunlar hakimiyyətin müdafiə etməklə eyni zamanda xalqı da aldatmaqla məşğuldurlar. Bunlar xalqın aldadaraq, xalqın inamını, xalqın o əzablı günlərlə bağlı verdiyi vədlərlə, yalançı vədlərlə deməli, xalqı aldadırlar və birmənalı olaraq bunlar, yəni İqbal Ağazadə və bunun kimilər İlham Əliyev hakimiyyətinin mövcudluğunu qorumağa cəhd edirlər.